Salam. Əla bir fikriniz var, amma onu başqalarına necə çatdıracağınızı tam bilmirsiniz. Sanki sözlər düzgün alınmır. Bax, bugün biz məhz bu problemi həll etməkdən danışacağıq. Yəni, ideyaları güclü, təsirli təqdimatlara çevirmək sənətini öyrənəcəyik. Bir anlıq təsəvvür edin, səhnədəsiniz, onlarla, bəlkə də yüzlərlə göz sizə zillənib. Ürəyiniz necə döyünür, hə? Etiraf edək ki, bu mənzərə bir çoxumuz üçün əsl gərginlik mənbəyidir. Amma inanın, bu, belə olmaq məcburiyyətində deyil. Bax, ekrandakı bu mənzərə sizə tanış gəlirsə, heç narahat olmayın. Deməli, tam da doğru yerə gəlmisiniz. Gəlin elə indi birlikdə bu stresi götürüb, onu əsl özünə inamla əvəz edək. Yaxşı, bəs yol xəritəmiz necə olacaq? Gəlin baxaq. Biz 5 əsas mərhələdən keçəcəyik. Hazırlıqla möhkəm bir təməl qoyacağıq, sonra struktur, təqdim etmə, auditoriyanı cəlb etməyi öyrənəcəyik və sonda da qalıcı bir təəssüratla bitirəcəyik. Hazırsınızsa, başlayaq. Və ilk dayanacağımız təməl, yəni hazırlıq. Dayanın. Heç PowerPoint-i və ya digər proqramları açmağı ağlınızdan belə keçirməyin. Əsl iş, əsl sehir slaydlar başlamazdan çox əvvəl başlayır. Baxın, bütün uğurlu hazırlığın sirri bu 3 hərfdə gizlənib. N, K. Yəni, niyə, nə və kim? Bu 3 sual sizin təqdimatınızın, belə deyək, kompasıdır. Sizi heç vaxt yolda azmağa qoymayacaq. Hər şeydən əvvəl ilk və ən vacib sual. Niyə? Mən bu təqdimatı ümumiyyətlə niyə edirəm axı? Məqsədim nədir? İstəyirəm ki, insanlar bu təqdimatdan sonra nəyi fərqli düşünsünlər, nəyi fərqli etsinlər. Əgər bu sualın cavabı yoxdursa, deməli bütün səyləriniz boşa gedə bilər. Yaxşı, niyəni aydınlaşdırdıq, indi keçirik nə sualına. Yəni, mənim əsas, təməl mesajım nə olacaq? Unutmayın, məqsəd bildiyiniz hər şeyi danışmaq deyil. Məqsəd bir, bəlkə də 2 ən vacib fikri auditoriyanın zehninə həkk etməkdir. Qalan hər şey sadəcə təfərrüatdır. Və gəldi NNK zəncirinin son halqasına. Kimin qarşısında çıxış edirsiniz? Mütəxəssislərdir, tələbələrdir. Onlar bu mövzu haqqında nə bilirlər, nə bilmirlər. Fikrinizi məhz onların başa düşəcəyi dilə, onların maraqlarına uyğun tərcümə etməlisiniz. Bu, həyati əhəmiyyət daşıyır. Deməli, mesajımız artıq hazırdır. Amma onu necə çatdıracağıq? Gəldik ikinci mərhələyə, layihə. Yəni, fikirlərimizi necə düzgün bir quruluşa, bir hekayəyə salmalıyıq ki, təsirli və yadda qalan alınsın. Təqdimat strukturunun ən sadə, amma ən güclü qaydası budur. Heç vaxt yaddan çıxarmayın. Birinci, onlara nə deyəcəyinizi deyin. İkinci, həmin şeyi onlara deyin. Və üçüncü, onlara nə dediyinizi bir daha təkrar edin. Bu qədər bəsit, amma inanılmaz dərəcədə effektivdir. İndi isə sizə 2 əla alət təqdim edim. Birincisi ABCD. Giriş üçün möhtəşəmdir. Diqqət çək, faydaları göstər, nüfuzunu nümayiş etdir və istiqamət ver. İkincisi isə mənim şəxsən ən sevdiyim KISS prinsipi. Yəni Keep it short and simple. Qısa və sadə saxla. Hər şeyi qəlizləşdirməyin heç bir mənası yoxdur. Yaxşı, hazırlığımız tamam. Strukturumuz da qurulub. İndi nə qaldı? Əlbəttə ki, səhnəyə çıxmaq. Gəldik üçüncü hissəyə. Performans. Bura işin ən həyəcanlı və ən maraqlı anıdır. Səhnəyə çıxmağa saniyələr qalmış, gəlin sürətli bir yoxlama edək. Avadanlıq yerindədir? Super. İndi dərindən bir nəfəs alın və gülümsəyin. Bəli, elə indi gülümsəyin. Qamətinizi düzəldin və özünüzə deyin, mən hazıram. Bu kiçik şeylər həqiqətən də böyük fərq yaradır. Bəs geyim, nə geyinməliyik? Baxın, geyiminiz sizdən əvvəl danışır. Çox rəsmi olmaqla insanları özünüzdən uzaqlaşdıra, çox sərbəst olmaqla isə qeyri-ciddi görünə bilərsiniz. Qızıl orta qayda budur. Auditoriyanızdan sadəcə biraz daha səliqəli geyinin. Unutmayın, diqqət mərkəzində sizin geyiminiz yox, fikirləriniz olmalıdır. Gəlin bir neçə praktik məsləhətə baxaq. Ağ-qara kimi kəskin kontrastlı rənglərdən qaçın, xüsusilə də kamera qarşısında. Dar sizi narahat edən paltarları unudun ki, fikriniz yaymasın və xahiş edirəm, səhnəyə çıxmazdan əvvəl düymələrinizi, zəncirbəndinizi yoxlayın, xırda görünsə də çox vacib detaldır. İndi isə gəldik 4-cü çox maraqlı hissəyə. Adı qarmaq. Sadəcə məlumat vermək kifayət deyil, elə deyilmi? İnsanların diqqətini tutub saxlamaq lazımdır. Bəs auditoriyanın diqqətini necə qarmağa keçirmək olar? Gəlin bunun yollarına baxaq. Hər təqdimatın başlanğıcında adətən siz və auditoriya arasında görünməz bir buz divarı olur. Bax, buzqıran dediyimiz metodlar bu bir sual ola bilər, qısa bir hekayə, hətta yerində deyilmiş bir zarafat məhz bu buzu əritmək üçündür. O, ilkin gərginliyi aradan qaldırıb, daha səmimi bir atmosfer yaratmaq üçün. Bəs diqqəti cəlb etmək üçün konkret nə edə bilərik?
Məsələn, şok edici bir statistika ilə başlaya bilərsiniz və ya hamını düşündürəcək bir sual ata bilərsiniz ortaya. Səhnədə bir yerdə donub qalmayın, hərəkət edin, enerjili olun. Ən pisi nədir bilirsinizmi? Monoton səs tonu. Ondan mütləq canınızı qurtarın. Və gəlib çatdıq son dayanacağımıza, final. Bilirsiniz, başlanğıc nə qədər vacibdirsə, sonluq da bir o qədər, bəlkə də daha çox vacibdir. Gəlin görək, təqdimatı zəif bir, bu qədər sağ olunla yox, güclü və yadda qalan bir şəkildə necə bitirmək olar? Belə bir fikir var. Deyir ki, əksər təqdimatlar gürultulu bir sonluqla deyil, pıçıltılar, üzrxahlıqlar və ya suallar üçün dəyinmələrlə bitir. Bu, çox doğru və biraz da kədərli səslənir, elə deyilmi? Amma bizim təqdimatımız belə olmayacaq. Biz bu səhvə yol verməyəcəyik. Güclü bir final üçün qızıl qayda həmişə, baxın, həmişə xülasə edin. Niyə? Çünki insan beyni belə işləyir. Beynimiz eşitdiyi əsas fikirlərin sonda bir daha paketlənib ona təqdim edilməsinə ehtiyac duyur ki, onları daha yaxşı yadda saxlasın. Xülasənizi auditoriyanın evə aparacağı bir hədiyyə çantası kimi təsəvvür edin. Təqdimatda deyilən hər şeyi unutsalar belə, o çantanın içindəki bir-iki əsas fikri mütləq xatırlayacaqlar. O çantanı nə qədər dəyərli hazırlasanız, təsiriniz də bir o qədər güclü olacaq. Beləliklə, hər şeyi ümumiləşdirsək, görürük ki, effektiv təqdimat hansısa anadan gəlmə istedad və ya sehir deyil. Bu, sadəcə bir strategiyadır. Doğru hazırlıq, aydın struktur və enerjili təqdim etmə. Bütün bu alətlər artıq sizin əlinizdədir. İndi əsas sual sizədir. Sizin növbəti təqdimatınız necə bir təsir yaradacaq?